Salam əziz izləyicilər, mən Əcəd İsmailov. Söz verdiyimiz kimi dərslərin silsilə izahına davam edirik. Bugünkü mövzumuz qədim Mesopotamiyadır. Dərsin izahına keçməzdən qabaq onu qeyd edeyim ki, kimlər bizim dərslərimizə qoşulmaq istəyirsə, açıqlama qismində nömrəmizi qeyd eləmişik. O da əlaqə saxlamanız kifayətdir. Elə isə vaxt itirmədən başlayaq. Qədim Mesopotamiya. Günümüzdə Mesopotamiya ərazisi İraqın sərhədləri daxilində yerləşir. Bura iki çay arası deyirlər. Səbəb burada iki dənə çay var. Bir Dəclə, iki Fərat çayları. Bu torpaqların arası o qədər bərəkətli ki, buranın adı bərəkətli aypar olaraq da keçir bəzi mənbələrdə. Mesopotamiya Yunan sözləri yenə mənası iki çay arası deməkdir. Mesopotamiyanın əhalisi Şumerlərdir. Ancaq Şumerlər buranın yerli sakinlər olmayıb, başqa yerdən köçüb gəliblər. Əvvəllər deyirdilər ki, Mərkəzi Asiyadan, Altay dağlarından köçüb gəliblər. Yeni araşdırmalara görə onlar əslində məhz Azərbaycandan köçüb gediblər, Cənubi Qafqazdan Azərbaycandan. Bunu hardan deyirlər? Şumer dilində bəzi sözlər gəlib çatıb və görünür ki, onun türk dilindən oxşarlığı həddən artıq çoxdur və deyirlər Şumerləri türkdür və buradan gəliblər, əslində Mərkəzi Asiyadan gəlmirlər. Amma dediyimiz kimi bu hələ mübahisə olaraq qalır, dəqiq bir şey yoxdur ortada. Bunu da bildik. Şumerlər bəs bura nə vaxt gəlib? Neolit dövründə, Neolit dövrü 8-6-cı minilliklərdir. Bunlar da 7-6-cı minilliklərdə Mesopotamiyaya gəldilər və ən çox çaşdırıcı sual, iki çay arasını adısa belə çəksəm, tutaq ki, Dəclə Fərat çaylarıdır. Şumerlər cənubda məskunlaşırlar, bunu yadınıza saxlayın. Şimalda yox. Testdə belə yazılır, Şumerlər şimalda məskunlaşdı və həmin variant səhvdir, uşaqlar da çaşırsalar. Cənubda, bir dəfə yadınıza saxlayın. Bunu da bildik. Şumerlər bura gələndə buranın vəziyyəti heç də yaxşı deyildi. Tez-tez daşqınlar olurdu, əkinçi üçün əlverişli deyildi. Ondan sonra hücumlardan müdafiə olunmağa heç bir şey yox, dağ yox. İnsan hücum olub gedib gizlənsin arxasında, düzənlik ərazidir. Ancaq Şumerlər gəlib bütün bu mənfiləri müsbətə çevirdilər və oranı əsl yaşanması bir ərazi halına gətirdilər. Dünyanın ən qədim sivilizasiyalarından biri məhz bu Şumerlərin sivilizasiyasıdır. İki çay sözdə deyim, çox inkişaf bir sivilizasiya olub. Niyə? Çünki dünyada bir çox ilklərin əsası məhz Şumerlərdir. Deyirlər ki, dünyada ilk dəfə dövləti də məhz Şumerlər yaradıb. İlk yazılı qanunlar Şumerlər, təkər, araba, tunul, çıxış, bürclər, təqvim, ağlımıza gələcək nələr hamısını yazdılar məhz Şumerlər olub. Ona görə deyim ki, çox inkişaf bir sivilizasiya olublar. Silək, keçək digər məsələlərlə. Şumer şəhər dövlətlərinə gəlir. Şumer şəhər dövlətləri. Şəhər dövləti neçə deməkdir? Onu elə izah edeyim. Çox şəhərsə mənası bilmiyorum, amma deyib keçir. Baxın, şəhər dövləti, yəni bir dənə şəhər ayrıca bir dənə dövlətdir. Belə Azərbaycan özlərində başlanmaq olsa, tutaq ki, Bakı ayrıca bir dövlətdir, Qazax ayrıca bir dövlətdir, Lənkəran ayrıca bir dövlətdir. Fikrim çatdı. Aha, bunu da bildik. Şumer şəhər dövlətləri. Şumer şəhər dövlətlərinin əsasını qoymağa başlanıb Eradan və 4-cü minillikdə. Və ilk yarananı hansıdır? Eridu. Eradan əvvəl 4-cü minilliyin sonu. Və geridə qalan nə qədər varsa, hamısı Eradan əvvəl 3-cü minillikdə. Məsələn, Urdu, Urukdu, Kişdi, Nippurdu və s. Ummandı, Laqaşdı. Deməli, bir dənə 1-ci 4-cü minillikdir, qalan hamısı 3-cü minillikdir. Bundan eyni mədəniyyətə sahib olsalar, hərəsinin özünün hökmdarı, idarə etmə sistemi, məhkəmə sistemi, qanunu, zikkuratı falan var. Zikkuratlar keçsəm bir də İngiliz açıqlama verim ki, tanrıların şərəfinə ucalırdı. Hər şəhərdə bir dənə olurdu və şəhərdə onunla yüksək bina olmurdu. Sonra onun rəngləri var, tikilmə rəngləri. 3-5-7 mərtəbə olurdu. Ən aşağısı qara torpağı, qara rəngdə tikilirdi, torpağı təsvir edildi. Sonra üstü qırmızı oldu. Bu deməli qara torpağın altını qırmızı torpağın üstünü göstərirdi. Sonra mavi rəng gəlirdi. Bu səmanı göstərdən axırda da qırmızı olurdu. Yox, sarı, astarla sarı. Bu isə deməli günəşi göstərirdi. Ən təpədə bir dənə balaca deyim, otaq kimi bir şey vardı orada. O əslində iki dənə vəzifəni görürdü. Bir astronomiya ilə bağlı, oradan ulduzlara baxırdılar. İki də ibadət üçün. Yəni, elə bir ki, tikilib, ən təpədə balaca bir otaq var. Buradan həm astronomiya üçün istifadə edirlər, həm də ibadət üçün istifadə edirlər. Zikkuratla da bu qədər. Çətin bir şey yoxdur burada. Bunu bildik, bunu bildik. Aha, deməli, Şumerlər birinci dulud çarxını ixtira edirlər, sonra ona baxıb təkər ixtira edirlər, sonra da təkərdən araba ixtira edirlər. Bundan başqa 60-lıq say sistemi, hətta deyirlər 10-luq say sistemində məhz onlar ixtira edir. Düzdür, 10-luq say sistemi Misirdə də istifadə olunur, amma hələ mübahisələrdir, bunu Misirlər ixtira edib, yoxsa Şumerlər. Amma çox adam Şumerlər deyir.
Bunda birlik dediyimiz kimi büslər, yəni bunlar ixtira ediblər. Günəş ay təqvimləri, ulduz tutulmaları, günəş tutulmaları, bunların hamısını qabaqcadan biliblər. Burada maraqlı başqa nəsə var orada. Sonra Şumerlərdə hər vilayətdə məktəb olub. Bu məktəbdə müəllimə ustad deyirlər. Şagirdlər o məktəbin oğlanları, evlatları deyirlər. Bundan başqa əsasən varlı ailələrin uşaqları, xüsusən də oğlanlar məktəbə gəlirdilər. Düzdür, qızlar da gələ bilərdilər, amma bu çox az rast gələn bir hal olub. Bunu da qeyd edeyim ki, Şumerlərdə digər xalqlar kimi qadına ikinci dərəcəli bir insan kimi baxmırdılar. Şumerlərdə türk olduqları üçün, necə türklər də belədir, qadına yüksək önəm verilir. Onlar da yüksək vəzifələri, məmur vəzifəsində belə işləyə bilərdilər, kahin vəzifəsində işləyə bilərdilər. Şumer şəhər dövlətlərinin ilkin dövrdə kahinlər idarə edirdi. Və əhali elə hesab edirdi ki, onlar Tanrı tərəfindən idarə edir bu şəhərləri. Buna ensi deyirdilər. Onların vəzifələri nədir? Təsərrüfata baxmaq, məbəd işlərinə baxmaq, hərbi işlərə baxmaq. Ancaq zamanla müharibələr o qədər çoxaldı ki, buna görə sırf hərbi başçılar, Luqallar meydana gəldi və yaxud Luqallə deyirlər. Luqallar zaman keçdikcə və müharibələr çoxaldıqca ensi vəzifələrini ləğv edilər və onun, necə deyim, o vəzifələri özləri icra eləməyə başladılar. Belə onların nüfuzları da artdı və hakimiyyət ilsən ötürülməyə başladı. Ancaq əvvəl elə deyildi. Məsələn, ciddi məsələləri xalq toplantısında yığışıb həll edildiler. Bunu da bildik. Şumer şəhər dövlətlərində müharibələr başlayandan sonra bu əslində Şumerlər heç də yaxşı başa gəlmədi. Onların əhali olaraq sayı azaldı, zəiflədilər. Plus Ərəbistan yarımadasında Sami tayfaları var. Birisi ərəblər Sami Salih, elə onların dildə Sami dil qrupuna aiddir. Onlar gəldilər Şumerlərin ərazilərini işğal etməyə başladılar. Bu zaman Akkadlar da boş durmadı. Akkad hökümdarı Sargon var. Siz bunu aşırı hökümdarı Sargonla səsləmin, aşırı hökümdarı kim Sargondur? Manna dərsində. Ancaq bu sadəcə Sargondur. Bəzən Şarukin də yazılır mənbələrdə. Eradan əvvəl 24-cü əsrdə Sargon Şumer şəhər dövlətlərini işğal edərək Şumerləri işğal edərək tarixin ilk imperiyasını qurdu. İlk imperiyasını yarattı. Baxın, 24-cü əsrdə Sargon Şumerləri işğal edərək ilk imperiyanı yarattı. Dünyada ilk imperiya hansıdır? Akkad imperiyası. Kim yarattı? Sargon 24-cü əsrdə. Bəs bu Akkad imperiyasını o süqut eləyib? Bizim Kutilər, erkən dövlət qurumları dərsində demişdim. Kutilər gəldi, Akkadları məğlub elədi 22-ci əsrdə. Hətta ildə demişdim, eradan əvvəl 2175-ci ildə. Eradan əvvəl 2175-ci ildə, yəni 22-ci əsrdə Akkad dövlətinin varlığına son qoydular. Yəni bizimkilər dünyanın ilk imperiyasının axırında çıxdılar. Bildiyim daha yaxşı yadınızda qalsın. Aslında Akkadların bütün Mesopotamiya birləşdirməsi bəzi müsbət cəhətləri də oldu. Çünki inkişaf eləmiş bir sivilizasiya daha geniş ərazilərə yayıldı və digər insanlar da bundan maarifləndilər. Şumerlərin 2 dənə yazısı olub. Bu Misir dərsində demişdim, yəni qeyd edeyim. İlk yazı həm Misirdə, həm Şumerlərdə şəkli və ya piktografik yazılıb və eyni dövrdə, eradan əvvəl 4-cü minillikdə. Lakin eradan əvvəl 3-cü minillikdə həm Misirlilər, həm də Şumerlər özlərinə yeni bir yazı növü yaratdılar. Misirlilərin kim bilir hieroglifdir, bunlarda da mixi yazılır. Mixi, eradan əvvəl 3-cü minillik. Amma dediyim ki, bu ilk yazılar olub. İlk yazılar piktografik yazı olub, o 4-cü minillikdə. Mixi yazını kimlər mənimsəyib? Əslində mixi yazılar biz çox yerdə rast gəlir, hətta Azərbaycanda rast gəlir. İndi Şumer dərsində əsasən bunlar qeyd olunur belə. Akkadlar, Babillər, Aşşurlar. Yəni əsas mixi yazı mənimsəyən olaraq bu 3 dənə xalq qeyd olunub. Sonra qədim Mesopotamiyada möhürlərdə mövcud olub. Bu möhürlərdə Misirdə də tapılıb, ona görə Misirlə Mesopotamiyanın əlaqəsinin olduğu göstərilir. Qədim Mesopotamiyanın əhalisi əsasən əkinçiliklə məşğul olub. Düzdür, maldarlığında məşğul olan var idi, amma əsas əkinçilərdir, əkinçi tayfalardır. Ümumiyyətlə, böyük sivilizasiyanın yaradıcıları qeyd edeyim, çox yerdə yazılmır, bu əkinçi tayfalar olur. Çünki tarixşünasda belə bir fikir var ki, maldar tayfalar bəzi vəhşi olur. Bizdə döyüşməyə meyilli olurlar. Onlar düşünürlər ki, nəsə yaratmağa meyilli deyirlər deyə əsas yaradıcı şeyləri əkinçi tayfalar yaradır.
sivilizasiyanın yaradıcılar ikinci tayfalardır. Və Şumerlər də ikinci tayfalar idi. Bunu da bildik, burada maraqlı nəsə qaldı. Şumerlər həm də ticarət edirlər, bunu onsuz da bilirsiniz. Hindistanın ticarət edirlər su yolu vasitəsilə, testə düşmüşdü, qeyd etmək lazımdır. Bir də onsuz da İraqdan bir balaca aralıda Levant ərazisidir. Yəni Araq dənizinin şərq sahilləridir. Bəzən yazılar Mesopotamiyalılar Araq dənizinin şərqinə ticarət edirlər, uşaqlar çaşı qalır. Yəni bu düzdür. Çaşmır. Bəzən coğrafi terminlər istifadə edirlər və bu uşaqların çaşmasına səbəb olur. Bunu da bildik, bunu da bildik. Yalnız Mesopotamiya dərsi kiçik bir dərs idi. Burada düşünürəm şey demədiyim nəsə qalmadı. Astronomiya dedik, məktəbi dedik, Skratı dedik. Burada baş tanrını deyim. Bunların baş tanrısının adı Andır. An, baş tanrı. Bəs Misirdə nə idi? Misirdə Amon. Bir də burada ilahə inanma var. İnanma. Bərəkət və məhəbbət tanrısı var. Qeyd edirlər. Bərəkət və məhəbbət tanrısı. Bizə hardan tanış gəlir bu inanma? Araqdır dərsində. Yəni erkən dövlət qurumlarında Araqdır. İlk bizim dövlətimiz sayılır. İlk türk dövləti. Orada da əsas tanrılardan bir ilahə inanmaydı. Bərəkət tanrısı. Yazını dedik, təqvimi dedik, gəlişlərini dedik. Şəhər dövlətləri haqqında da məlumat verdik, müharibələrdən də məlumat verdik. Elə bu qədər. Onsuz da dediyim kimi balaca dərs idi bu. Bütün əsas hissələri qeyd elədim. Ümid edirəm ki, aydın olmayan nəsə yoxdur. Dediyim kimi dərslərə qoşulmaq istəyənlər elə kommentariya bölməsinə şərh yazması da kifayətdir. Tez bir zamanda geri dönüş ediləcək. Təşəkkürlər izlədiyiniz üçün.